Nə üçün zəngin insanlar auksionlarda qəribə sənət əsərlərinə, hətta gündəlik həyatda dəyərsiz görünən obyektlərə milyonlar xərcləyir, kasıb insanlar isə buna məntiqsiz yanaşma kimi baxır? Bu fərq puldan çox düşüncə modelindən qaynaqlanır. Maddi imkan artdıqca insan əşyaya funksional obyekt kimi yox, simvol, ideya və mesaj daşıyıcısı kimi yanaşmağa başlayır. Auksiyondakı əsər bu baxımdan sadəcə sənət nümunəsi deyil, status göstəricisi, mədəni kapital və bəzən də uzunmüddətli investisiya alətidir. Daha məhdud imkanlara malik insanlar isə həyatı fayda, ehtiyac prizmasından dəyərləndirir. Risk onlar üçün təhlükə, qeyri-praktik seçim isə itki kimi görünür. Bu da abstrakt və konseptual sənəti anlamağı çətinləşdirir. Psixologiya və neyroelm göstərir ki, sosial və iqtisadi vəziyyət dəyişdikcə beynin dəyər, risk və məna anlayışlarını emal etmə forması da dəyişir.